İnsan gərək Allahın qüdrətinə inansın. Heç kəs heç yerə qaçamayacaq. La yumkinul firar min hukumətik. Sənin hökumətindən heç yerə qaçmaq mümkün deyil. Bir adam zülm elədirsə, birinci ağlığa gəlsin ki, özünü bədbəxt elədir. Özünü bədbəxt elədir. Qəlbində buna əmin ol. Buyurur ki, bir nəfər sənə hörmət eləmədi. Halbuki eləməli idi. Boynuna haqq qoymuşdun. Adamlar var ki, boynuna haqq qoyub da birinin. Çox, məsələn, ona zəhmət çəkib, xidmət eləyib. Deyib, bu sənin qədri bilmədisə, Allah sənin qabağına başqalarını çıxardar ki, onlara heç bir yaxşılıq eləməmsən, bunun elədiyindən neçə qat artıq sənə hörmət eləyərlər. Bu qədər nizam, intizam dəqiqdir. Allah dəqiq tənzimləyir hər şeyi. Birinə xidmət eləmsən, ömrünü qoymusan, xidmətində dayanmısan, qədri bilmədi, nankörlük elədi. Heç xidmət eləmədiyin adamlar ondan artıq sənə ehtiram eləyəcəklər. İnanın, buna diqqət eləsəz, mən həyatımda görmüşəm. Həyatımda mənim qabağıma çıxır. Siz də diqqət eləsəz görərsiniz.